Tibbdə məlumatların sistematik və ardıcıl təkrarlar surəti ilə öyrənilməsi vacib məsələdir. Çünki məlumatlar müəyyən aralıqlarla təkrar edildikdə yadda qalması daha sürətli hala gəlməkdədir. Xüsusən də müəyyən məlumatların istifadəsi və harada, necə istifadə edilməsinin bilinməsi önəm təşkil etməkdədir. Xüsusən də dərman vasitələrinin istifadəsi və harada, necə tətbiq olunması önəm təşkil edilən məsələdir. Çünki bir dərman vasitəsinin istifadəsi bir çox faktorlara əsaslanmaqdadır. Yəni, xəstəliyin gedişatında onun etiologiyasının, patogenezinin bu işdə önəm təşkil etməsi ortadadır. Və bu etiologiya, patogenez istiqamətində də müalicə tədbirləri tətbiq edilir ki, bu da iki yolla tətbiq olunur. Bir cərrahi yolla, biri isə əksəriyyətlə tətbiq olunan dərman terapiyası. Bu isə orqanizmin müxtəlif sahələrində müxtəlif tür tətbiq edilir. Lakin əsas etibarilə orqanizmin vəhdətinin qorunmasına yönəlmişdir. Məsələn, Kapitos 75 mg qida əlavəsi misal olaraq demək olar ki, sink əlavəsidir və bu dərmanın tərkibindəki sinkin insan orqanizminə nə qədər vacib olduğu məsələsi son əsrdə ortaya çıxmış məsələdir. Hətta son 60 ildə ortaya çıxmış məsələdir. Ananda Partsatsa isimli Amerikan alimi 1960-cı illərdə sinkin insan orqanizmində nə qədər vacib bir təsirə malik olduğunu ortaya qoymuşdur və bundan sonra sink tərkibli preparatlar daha çox rəğbət görmüşdür. Əlbəttə ki, bu preparatın istifadəsində çox aşırı istifadənin özünün mənfi təsirləri olmuş və insan orqanizmində mis çatışmazlığına səbəbiyyət vermişdir. Lakin sinkin istifadəsi boy artımının normaya gətirilməsi və xüsusən də cinsi hormonların inkişafında çox böyük təsirinin olduğu ortaya qoyulmuşdur. Misal olaraq, bəzi göbələklərdə, məsələn, aspergilloza göbələyinin inkişaf mexanizminə baxıldığında görülmüşdür ki, həmin inkişaf şəraitində sürütəm %7 mg sinkin olması inkişafın təmin olmasına yol açarkən həmin miqdar sinkin mühitdən çıxardılması inkişafın dayanmasına səbəb olmasının müşahidə edilməsidir. Xüsusən 1950-ci illərdə quşlarda sinkin istifadəsinə xəstəliklərinin qarşısının alınmasının nə qədər böyük rol oynadığı görüldükdən sonra bu preparatın insan orqanizmində önəmi öz təsdiqini tapmağa başlamışdır. Hazırda apteklərdə buraxılan Kapitos 75 mg preparatı tərkibində 10 mg Kapitos, yəni sink glikonat məhlulu olan preparatdır ki, 14 yanvar 2020 il tarixindən ibarət Azərbaycanın qiymət siyahısına daxil olmuşdur və bu dərman istifadəsinə xüsusən tetrasiklin qəbul edən şəxslər bu dərman istifadəsinə daha ehtiyatlı olmalıdır. Çünki yan təsirləri arasında bu dərmanla birgə istifadəsi də göstərilməlidir. Xüsusən saç tökülməsi olanlarda, akne, sanak kimi durumlarda da bu dərman təsir edici effektini göstərməkdədir ki, tərkibində sink glikonatında 10 mg olması yan təsirlərinin daha az olmasına şərait yaratmaqdadır. Lendosin preparat haqqında məlumat verə bilərik ki, 1980-ci ildə La Roche firması tərəfindən istehsal edilmiş bu dərman preparatı 2006-cı ildə Azərbaycan qeydiyyatına alınmış dərman preparatıdır ki, bu dərman piyolenetli, gonoreya kimi
xəstəliklərdə istifadə olunur. Antibakteriyaldır, lakin antiviral deyil. Məsələn, onun içində qrip kimi xəstəliklərdə istifadə edilən bir dərman preparatı deyildir. Lakin bakteriyal xəstəliklərdə istifadə edilməkdədir. Azoksin haqqında danışa bilərik. 1980-ci illərdə azitromisinin kəşfi ilə ortaya çıxmışdır və istehsalat bazarına, yəni satışa 1988-ci ildən etibarən çıxmışdır. Bunun təsirli mexanizmi isə ribosomlara, 50S ribosomlara bağlanaraq dilal sintezini blokada etməkdədir. Azərbaycan bazarına bu dərman 2022-ci, 2016-da 2021-də isə 500 mg olaraq yeni versiya olaraq çıxardılmışdır. Bu dərmanda dediyimiz kimi əsas etibarilə burada dilal blokadasını təmin etməklə öz təsirini göstərməkdədir. Viagra preparatına baxdığımızda isə bu preparatın tərkibi sildenafil deyilən molekuldur ki, sildenafil molekulu 1989-cu ildə hipertenziya və stenokardiya kimi xəstəliklərdə müalicəsində istifadə olaraq kəşf edilmiş molekuldur. Lakin sonraki araşdırmalarda ortaya çıxır ki, sildenafil bununla bərabər elektrikal disfunksiyon pozğunluqlarında da faydalı olduğu ortaya çıxdıqdan sonra bu istiqamətdə araşdırmalar dərinləşdirilmiş və 1998-ci ildən etibarən ABŞ sənayesində Viagra adı ilə dərman istehsala çıxmışdır və Andagra isə Misir Farmasevtikum şirkət tərəfindən ki, bu şirkət 2004-cü ildə yaradılmışdır. Sonrasında istehsal edilmiş və Andagra adı ilə istehsalat bazarına çıxardılmışdır ki, bu dərmanın təsir mexanizmi əsas etibarilə PDE5 hüceyrələrinin bloklanmasına, yəni inhibisiya, zilal sintezinin inhibisiyasına və bu sürədə damarların genişlənməsinə və qan axınının daha yavaş axmasına əsaslanmışdır ki, bu da GMP-nin səviyyəsinin yüksək saxlanılması ilə qan axınının kavernoz hüceyrələrə istiqamətlənməsini təmin etməkdədir. Bu isə həmin erektil disfunksiyon pozğunluğunda əsas istifadə edilən dərman mexanizminə sahibdir ki, pulmonar hipertenziyada da bu dərman vasitəsindən istifadə edilməkdədir. Banoksim dərmanından davam edəcək olsaq ki, bu da sidik sistemi xəstəliklərində istifadə edilən dərmandır. Tərkibində stifixin dərman maddəsi vardır ki, 80-ci illərdə istehsal edilmiş dərman vasitəsidir. Lakin bu dərmanın banoksim adı altında istifadəsi 1990-cı illərdə, xüsusən də 96-cı ildə Türkiyə İlaç Sənaye Şirkəti tərəfindən istehsal edilmiş və piyasaya sürülmüşdür. Azərbaycanın qiymət qeydiyyat tarixçəsində isə 2016-cı ildən etibarən daxil olduğu ifadə edilməkdədir. Yəni bu dərmanın təsir mexanizmi PBP-lərə zilanın bloklanmasına yönəlmişdir. Escherichia coli, Pseudomonas aeruginosa qarşı da istifadə edilə bilməkdədir. Detrazol orijinal adı fluconazol olan dərman vasitəsinin tərkibində olan fluconazol 90-cı illərdə ortaya qoyulmuş və Azərbaycan bazarında istifadəsi yenə həmin bu detrazol adı ilə sonralar, yəni 2016-cı ildə qiymət qeydiyyat siyahısına alınmış dərman vasitəsidir. Candida albicans göbələyinə qarşı istifadə edilir. Ağız boşluğunda, digər yuxarı tənəffüs orqanlarında həmin bu göbələyin yoluxması və yaxud da dərinin səthi qişalarında
bu göbələyə qarışıq istifadə olunan tablet vasitəsidir ki, bu tablet də özü fərqli şəkillərdə istehsalata sunulmuşdur. 150 mg, 200 mg, 250 mg, 400 mg tabletkalar halında istehsalat sənayesində hazırlanır və istifadəyə verilməkdədir. Faktaksan yenə tərkibindəki seftriaksan maddə 82-ci ildə kəşf edilmişdir. Yenə Azərbaycanda 2010-cu illərdən etibarən qeydiyyat siyahısına alınmış bu dərman vasitəsi meningit kimi xəstəliklərdə beyin omurilik mayasının keçməsinin yaxşılaşdırılmasında istifadə olunur. Lakin bununla bərabər yenə allergiyası olan şəxslər istifadəsində ehtiyatlı olmalıdır ki, qıdolmalara, baş ağrılarına səbəb ola bilməkdədir. Ürək bulanma kimi halların da müşahidə edilməsi mümkündür. Finerid tərkibindəki finasteril 5 mg maddəsi 92-ci ildə kəşf edilmiş və sonrasında istehsal edilmiş. Sonrasında isə Finerid adı altında bazara çıxarılmışdır. Yəni bu dərmanla istifadəsində prostat hiperplaziyası zamanı əsas istifadəsi nəzərdə tutulmaqdadır. Yəni prostatın bölməsinə, həddindən artıq bölməsindən qarşısını alan bu dərman vasitəsi eyni ilə stik angiomasını qarşısını alır. Yəni stik kəsilməsini yaxşılaşdıran bir dərman vasitəsi olaraq istifadə edilməkdədir. Yenə bu dərman istifadəsində allergiyası olan şəxslər bu dərman istifadəsində ehtiyatlı olmalıdır. Makroleg 500 mg yenə azitromisin tərkibli preparat Azərbaycan qeydiyyat siyahısına 2021-ci ilin yanvar ayında daxil olmuş bu dərman preparatı yenə yuxarı, aşağı tənsiyaları kandidotlarında, dərin səthi seçkilik işalarında baş verən kandidotlarda istifadə edilməkdədir ki, bu dərman vasitəsilə LDS ribosomlara bağlanaraq onların blokadasını təmin edərək fəaliyyət göstərməkdədir ki, bu dərman vasitəsində də yenə azitromisinə allergiyası olanlarda və yaxud da digər dərmanlarda, məsələn, varfarin, diqoksin allergiyaları olan şəxslərdə bu dərmanın istifadəsində ehtiyatlı olmalıdır ki, bununla bərabər maqnezium, kalsium səviyyəsi aşağı olanlarda və yaxud hipertenziya durumu olan xəstələrdə də bu dərmanın istifadəsində məhdudlaşmaya gedilməli və yaxud da həkimlə danışılmalı. Menerin 70-ci illərdə desmopressin maddəsinin istehsalı ilə bazara çıxarılması isə 1972-ci ildən başlayan bu dərman vasitəsi vazopressin analogu olaraq getməkdədir, yəni adlanmaqdadır və bölgələrdən mayinin geri sorulmasını təmin edən bu dərman vasitəsi sidiyin qatlaşmasını təmin edir və sidiyin geri sorulmasını yaxşılaşdırmaqdadır. Yəni bildiyimiz vazopressin antidiuretik hormon kimi təsir göstərməkdədir. Lakin yenə burada da qıdolmalarda, allergiyalarda istifadəsi məhdudlaşmalı və huşu nisbəti kimi hallarda təcili olaraq həkimə müraciət edilməsi gərəkməkdədir. Normavak 1989-cu ildə Framde İtalyan şirkəti tərəfindən istehsal edilən bu vaginal şamlar əksəriyyətlə vaginal kandidotlarda istifadə edilməkdədir və bu şamların təsir edici maddəsi, yəni ginekoloji şamların təsir edici maddəsi dekoin 5 mg xloriddir və bu maddənin çox az hissəsi qana sorulur ki, bu da kifayət etməkdədir. Yəni bu dərmanda da allergiyası olan şəxslər istifadəsində ehtiyatlı davranmalıdır. Orqanizmin vahid sistem halında çalışması digər orqanların tam bir vəhdət halında çalışması ilə olur. Yəni bütün orqanlar sisteminin birlikdə çalışması, məsələn bu saydığımız dərmanlar daha çox sinsiyyət sistemində istifadə olunur.
Lakin bununla beraber hər hansı travmatoloji problem olduğunda və yaxud da sınıq kimi hallarda orqanizmin vəhdəti pozulmaqdadır ki, məsələn, adi çıxıqlarda Novokain kimi 1% məhlul və yaxud da 10% məhlul təsir edə bilərkən, ağır cərrahi əməliyyatlarda yerli və yaxud da lokal anestetiklərə ehtiyac duyulmaqdadır ki, həmin prosedurlar yerinə yetirsin ki, bunlar da müasir cərrahi üsullardır ki, bundan əvvəl cərrahi üsullara getmədən əvvəl də müəyyən tədbirlərin alınması mümkündür ki, bu da məsələn, müəyyən fizioterapevtik tədbirlərdir ki, bunlar hər zaman ehtiyac olur ki, cərrahi əməliyyat olsa belə bu tədbirlərə ehtiyac olur. Məsələn, BOR firmasının istehsal etdiyi proqramda şüa terapiyası vardır ki, bu şirkət zaten ancaq bu işlə məşğul olan şirkətdir. 1919-cu ildə qurulmuş Catherine BOR və Eugen BOR, yəni Catherine xanım və həyat yoldaşı Eugen əri tərəfindən istehsal edilən bu məsələn, proqramda şüa terapiyasından danışa bilərik ki, bu şirkətin qurulduqdan sonra sadəcə olaraq istilik örtükləri istehsal edən bu şirkət sonrasında fəaliyyətini genişləndirib, termometrlər, nebulizerlər, pulsoksimetrlər kimi tibbi vasitələrin istifadəsi ilə fəaliyyət dairəsini genişləndirilmiş. 90-cı illərin sonu 2000-ci ilin əvvəllərində isə ERA və ERB şüa diapazonları təsir mexanizmi ilə təsir göstərən infraqırmızı şüa terapiyası cihazlarını istehsalat sənayesində sunmuş və bugün də ev şəraitində belə istifadə olunan bu cihazlar hazırda boyun ağrılarıdır, əzələ ağrılarıdır, digər revmatik ağrılarıdır. Bunlar zamanı istifadə olunan və praktik şəkildə ev şəraitində də istifadə olunan dərman vasitəsi olmayan və fizioterapevtik cihazlar olaraq tətbiq edilən, lakin tibbi cihaz olaraq kateqorizə edilən fizioterapik vasitələrdən sayılır. Ibutar 300 mg dərman preparatı isə 2006-cı ildə Azərbaycan dərman sənayesine daxil olmuş və o dərman vasitəsi də yenə ibuprofen tərkibli dərmandır, lakin fərqli olaraq tərkibində olan fərqli maddələr laktoza, povidon kimi örtüklər və digər vasitələr ilə tətilində də 12 saata qədər artması gün ərzində bir-iki dəfə qəbul ilə kifayətlənməyə yol açmışdır ki, yəni ibuprofen kimi temperatur salıcı, ağrı kəsici tabeliyini olaraq istifadə edilen dərman vasitəsidir ki, revmatoid ağrılarda və yaxud da diş ağrıları, baş ağrıları tabeliyində təsir vasitəsi kimi istifadə edilməkdədir. Yine qıc olması olanlar və yaxud da allergiya hallarında istifadəsi məhdudlaşmalıdır və həkimlər məsləhətləşilməlidir. Xüsusən də hamiləliyin 3-cü trimestrində, yəni 3-cü 3 aylıq deyilən prosesdə qəbulu məsləhət görülmür. Mənim deyəcəklərim bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun. Buna qədər izləyənlər də kanala abunə olmağı unutmasın.